İşə baxır. Nəhayət ki, Instagramda qarşıma fərqli bir video çıxdı. O videonu bu hissədə qoyuram sizin üçün. Sizlər də baxın. Bir restoran videosudur, amma tamamilə fərqlidir. Bütün stereotipləri qıran bir videodur və bu məni çox xoşbəxt elədi. Niyə görə? Çünki artıq Instagramda eyni tərz videolar, xüsusən də restorana aid eyni tərz videolar görməkdən yorulmuşduq. Gəlin videonun bu qədər çox izlənməsi və diqqət çəkməsi haqqında sizə biraz məlumat verim. Videonun bu qədər çox izlənməsinin səbəbi odur ki, insanlar videoda qalıblar. Adətən eyni tərz videolar görəndə insanlar ötür keçir. Çünki gördükləri bir şeydə, alışdıqları bir şeydə. Amma fərqli bir video görəndə və xüsusən də restorana aid, məsəl üçün qaynayan qazanlar, hazır yeməklər görməkdən sıxılmışıq. Amma bu prosesi ən başından izah edən bir videodur və bu bizdə bir növ güvən yaradır və videonu sona qədər izləməyə bizi təşviq edir ki, görək sonda necə olacaq, proses hansı formada gedir. Ən əsası isə müştərinin güvən və təhlükəsizlik ehtiyacına toxunub. Çünki insan bir restoranda ən çox bundan qorxur ki, görsə istifadə etdiyi məhsullar, tərəvəzlər dərəcədə yenidir və hardan alınıb. Bu videoda da o güvəni yaradıblar ki, biz bazardan ən təzə, ən yeni məhsulları alırıq. Bəs yaxşı, niyə restoranlar bunu nəzərə almalıdır? Gəlin biraz bundan danışım. Çünki artıq sosial media bazarı yemək bişirmək videolarından doyub, xüsusən də restoranlar üçün. Artıq sən nə bişirirsən yox, necə və niyə bişirirsən sualı onlar üçün maraqlıdır. Biz artıq bilirik ki, insanlar müəyyən bir məhsula pul ödəmir. Onun arxasında dayanan hekayəyə pulu deyirlər. Videolarınızda bunu mütləq nəzərə alın.